Avqustun 21-i Salyanda ağır yol qəzası baş verib. Qarabağlı kəndində Mercedes markalı avtomobil yolu keçmək istəyən 32 yaşlı sahil əskərlini vurub. Piyada xəstəxanaya çatdırılsa da aldığı xəsarətlərdən orada dünyasını dəyişib. Qeyd edək ki, sosial mediada hadisəyə dair video görüntülər yayılıb. Məlum olub ki, sahil əskərli anası ilə birgə yolu keçmək üçün yaxınlaşıblar. Bu zaman sahil yaxınlaşan avtomobilin sürətini düzgün hesablamayaraq yolun hərəkət hissəsinə çıxıb və qaçmaq istəyib. Nəticədə o, nəqliyyat vasitəsinin zərbəsinə tuş gəlib. Anası isə yolun kənarında qalaraq hadisənin şahidi olub. Faktla bağlı araşdırma aparılır. Xalq artisti Tofiq Bakixanov ikinci fəxri xiyabanda dəfn edilib. Dəfn mərasimində dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, dəfndən əvvəl xalq artisti Tofiq Bakixanovla Təzəpir məscidində vida mərasimi keçirilib. Xatırladaq ki, Tofiq Bakixanov avqustun 23-də 96 yaşında vəfat edib.